Bugünkü gündə nevroloqun qəbuluna yaxınlaşan poliklinik xəstələrinin çox böyük bir hissəsini boyun və bel ağrıları təşkil edir. Bunların səbəbləri müxtəlifdir. Yəni, ən yaygın gördüyümüz dayaq hərəkət sistemi problemləri, əzələ ağrıları, əzələ spazmları, bağların gərilməsi, dartılması. İkinci sıxlıqda biz tez-tez görürük onurğa ilə bağlı problemlər, yəni fəqərələr arası disklərdə yırtıqlar, protuziyalar, faset oynaqların ağrıları üstünlük təşkil edir. Çox tez-tez görürük yaşlılıqla əlaqədar olaraq oynaqlarda kirəclənmə dediyimiz spondiloz, bu da bel ağrılarına, boyun ağrılarına səbəb ola bilər. Bunlardan əlavə hətta bəzən daxili orqanların xəstəlikləri, belə deyəlim ki, visceral xəstəliklər də bel ağrısına daha çox səbəb ola bilər. Məsələn, böyrək xəstəlikləri bel ağrısını taklit eləyə bilir. Onurğa ilə əlaqədar ən çox görürük boyun bölgəsində və yaxud da ki, bel bölgəsində yırtıqlar, protuziyalar, bunlar ayaqlarda, əllərdə uyuşma, keyləşmə, ağrı, hətta gücsüzlüyə səbəb ola bilir. Səbəbi araşdırdıqdan sonra, yəni ağrının səbəbini netləşdirdikdən sonra müalicəsini başlayırıq.